Salam əziz və hörmətli tamaşaçılar, mehriban dostlar. Mənəvi saat verilişində xoş gördük sizi. Hər vaxtınız xeyirli, uğurlu deməklə bərabər gələcək günlərinizin də xoş və xoşbaxt yaşanmasını aləmlərin Rəbbi olan uca Allahdan diləyirəm. Əvvəli rəhmət, ortası əv, sonu isə oddan qurtuluş olan mübarək Ramazan ayını yaşamağa başladıq. Cəmi ibadətlərinizin, o cümlədən orucunuzun da qəbul olmasını uca Allahdan diləyirəm. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, şübhəsiz Ramazan ayında behiştin 8 qapısı açılar və cəhənnəmin 7 qapısı bağlanar. Bütün şeytanlar zəncirlənər, carcı car çəkər. Ey xeyir istəyənlər, gəlin. Bu müqəddəs Ramazan ayında carçının bu çağırışını qəlbi ilə duyan və bu çağırışa ibadəti ilə əməli olaraq cavab verən hər bir kəsin oruc, dua və ibadətlərinin qəbul olmasını Allahdan diləyirik. Əziz və hörmətli tamaşaçılarımız, beləliklə mən ilk qonağımızı studiyamıza dəvət edirəm. İlk qonağımız ilahiyyatçı alim Mircəfər Əyyubov. Salam, xoş gördük, xoş gəlmişsiniz. Sağ olun. Və gözəl xanəndə Zeynal Əhmədov. Buyurun. Xoş gördük. Gənc şair Aslan Aşiq. Sağ olun, xoş gəlmişsiniz. Və hər zaman bizimlə bir arada olan gözəl sənətkarımız Bəhram Neyzar və Mustafa, siz də xoş gəlmişsiniz. Əziz və hörmətli tamaşaçılarımız, bildiyimiz kimi bugünkü mövzumuz 11 ayın sultanı olan mübarək Ramazan ayıdır. Biz bu Ramazan ayında nə etməliyik, necə etməliyik, nə iş görməliyik, elə bu suallara aydınlıq gətirmək üçün qısa bir reklam fasiləsindən sonra bir arada olacaq. Çalışın, ayrılmayın. Verilişin baş sponsoru Dəfnə Şirniyyat evi. Dəfnə Şirniyyat evi olaraq sizləri salamlayır. Ad günü, toy və nişan mərasiminizdə bizim dadlı və keyfiyyətli şirniyyatlarımızdan dada bilərsiniz. Şəhərimizdə 3 ünvanda yerləşən Dəfnə Şirniyyat evində retro, Evro, həmçinin şərq şirniyyatları və digər çeşidlərimizlə xidmətinizdəyik. Məhsullarımızın keyfiyyət və halallığına tam zəmanət verilir. Dəfnə Şirniyyat evi, xoşbəxt edən dad. Diqqət, diqqət! Ramazan ayı münasibəti ilə Nuray House MTK-dan sərfəli kredit təklifi. İndi tək şəxsiyyət vəsiqəsi ilə. İlkin ödəniş 10.000 manat olmaqla 48-55 aylıq faizsiz kreditlə Xırdalan şəhəri mərkəzində hazır binada mənzil sahibi olmağa tələsin. Ünvan Xırdalan şəhəri Heydər Əliyev prospekti 263. Hacı, xoş gördük sizi bir daha. Hər birinizi xoş gördük. Hər birinizə öz minnətdarımı, öz təşəkkürümü bildirirəm. Bizim təklifimizi, xahişimizi qəbul etdiniz, bu verilişdə iştirak etdiyiniz üçün sizə öz minnətdarımı bildirirəm. Allah razı olsun. Biz təşəkkür edirik ki, bu gözəl mənəvi verilişə adı kimi elə mənəvi saata dəvət eləmişsiniz. Allah müvəffəq eləsin sizi bu yolumuzda. Çox sağ olun. Mən də sizi bu ay münasibətilə, bu mübarək Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirəm. Çox sağ olun. Hacı, istərdim vaxt itirmədən dərhal mövzumuza keçərdik. İlk sual istərdim sizə verərdim. Ramazan ayının ibadətləri insanın özü ilə fiziki mübarizəsindən çox mənəvi mübarizəsidir. Deməli, Ramazan ayı mənəviyyat ayıdır. Mənəviyyat ayı dedikdə nə nəzərdə tutulur? Bizim qısa sujetimiz var. İstərdim ki, onu izləyərdik, görərək insanlar buna münasibətlər necədir. Ondan sonra aydınlıq gətirərdik. İnşallah. Ramazan şahri. O mənaviyyət deyəndə Ramazan ayında insanlar o vaxtı saflaşır, təmizləşir, həm də mənən təmizləşir. Bu ayda, həmin Ramazan ayında adam istəyir ki, o günahların bir çıxarsın, bir oruç tutsun, bir Allaha yaxın olsun. O mənada biraz istəyirsən ki, biraz qəlbin rahat olsun, mənə yüngüləşəsən. Mən belə cavab deyərdim sizin sualınıza. Maneviyat dediğimizde insanların arasındaki bağlılık, insanlar arasındaki ilişkilerin artmasına maneviyatı çok iyidir. Çünkü o zaman insanlar birbirlerine karşı olan saygıları artar. Hani birbirlerine karşı ziyarette bulunurlar. Özellikle
aç olan insanlara yardımcı olmaya çalışırlar. Mənəviyyatla da ki, çalışmaq lazımdır ki, gözü tox olasan, sağa sola az baxasan, allatmayasan, insanlara yalan danışmayasan. Cavanlarımız biraz əxlaqlı geyinsinlər, düzgün geyinsinlər, müsəlman ölkəyə nə qədər də olmasa, böyüyə, kiçiyə hörmət olunsun. Ancaq bunu deyə bilərəm. Elə oruçluğu biz mənəvi başa düşməliyik. Çünki mənlə tox olmalıyıq. Göz tox olarkən, onda başqasının malında gözümüz olmur və biz oruçluğu tutarkən ac adam qalanları, yoxsul adamları da biz hiss eləyirik ki, onlar nə çəkir və onlara kömək əl uzatmalıyıq və biz halal qazanma, halal nemət yeməklə biz elə bil toxuq. Ramazan şahre. Hacı, bu müxtəlif insanların müxtəlif fikirləri idi. Cəmiyyətdə nə qədər insan varsa, bir o qədər də fikirlər var. Biz hər bir kəsin fikrinə səmimi yanaşmalıyıq. Ancaq dinimizin də özünün fikri necədir, bunu onu bilmək istəyərdik. Allahın adıyla başlayaq söhbətimizə. Əvvəla bu verilişi ərsəyə gətirdiyiniz üçün sizə və həmkarlarınıza təşəkkür edirəm. Çox sağ olun. Bir müsəlman kimi, Allah razı olsun. Azərbaycanlı kimi. Çünki milli mənəvi dəyərlərimizin təbliğatı nöqteyi nəzərindən biraz qıtlıq dövrünü yaşayırıq. O baxımdan əməyiniz çox əhəmiyyətlidir. Çox sağ və olun. uzun ömür Verdiyiniz arzulayıram dəyərlərə. bu verilişinizə. Çox sağ olun. Allah razı olsun. Ramazan ayının haqqında danışmaq çox asandır. Çünki həm auditoriya hazırdır. Ramazan ayı bir ibadət kampaniyasıdır. Ona görə bu ayın orucunu tutmaq başqa aylarda oruc tutmaqdan çox asan olur. Hamı oruc tutur. Yəni oruc tutmamaq sanki ayıb bir işə çevrilir bu ayda. İnsan psixoloji hazırlanır. Bəli, psixoloji baxımdan hazırlanır. Yəni bir mövzu barəsində danışmağın çətinliyi o zaman olur ki, ya insan mövzu barəsində kifayət qədər məlumata malik olmasın, ya da auditoriya hazır olmasın. Bəli. İstedadı kifayət qədər olmasın. Bu mövzu, Ramazan mövzusunda bu iki problem yoxdur. Çünki həm kifayət qədər məlumat, belə demək olarsa, yer-göy məlumatdır Ramazan ayı barəsində. Həm də hamı, hətta namaz qılmayanlar belə bu ayda, hətta içki içənlər belə bu ayda görürsən ki, bir çoxları oruc tutur, oruc olur. Sualınızla əlaqədar onu deyə bilərəm ki, doğrudur, insanın oruc tutması bu Ramazan ayında onun fiziki mübarizəsindən çox mənəvi mübarizəsidir. Özünə qarşı, nəfsani istəklərinə qarşı. Lakin fiziki mübarizəni biz qiymətdən salmayaq. Bəli. Yəni doğrudur ki, insanın gözü də bu ayda oruc olmalıdır, qulağı da oruc olmalıdır, qəlbi də oruc olmalıdır, məntiqi təfəkkürü də oruc olmalıdır, düşüncəsi də. Ancaq bu heç də o demək deyil ki, ac qalan, acılıqla, susuzluqla, xüsusilə bu yay fəslində susuzluqla mübarizə aparan insanların biz orucluğunu əhəmiyyətsiz göstərək deyək ki, əsas bu deyil. Xeyr, elə əsas budur. Bəli. Bu da bir Əsas elə orucluğun əsas göstəricisi ac qalmaq və susuz qalmaqdır. Və bu fiziki kimi görünsə də əslində çox metafiziki və mənəvi bir mübarizədir. İnsanın yedikləri yeməkdir. Bu yeməyə əmr edən, içməyə əmr edən amil mənəvi amildir. Onun nəfsani istəyidir. Nəfs istəkləri maddə olsa da özü maddə deyil, özü materiya deyil ki. Nəfs mücərrəd bir məfhumdur, varlıqdır. Ona görə də onunla mübarizə aparmağın fiziki cəhəti Ramazan ayında fiziki olaraq orucu batil edən əməllərdən çəkinməkdir. Yəni yeməkdən çəkinmək, yəni içməkdən çəkinmək, yəni qadın-kişi münasibətindən çəkinmək məhdud vaxtda. Əlbəttə, kamil oruc var və naqis oruc var. Ya da belə deyək, fiqhi oruc var,
və əxlaqi oruc var. Hətta yuxarıya getsək irfani oruc var. Fiqhi orucu batil edən əməllərdən çəkinməkdir. Bunu hamı etməlidir. Kim orucu fiziki olaraq batil edən əməllərdən çəkinməsə, ona qəzası vacibdir. Əgər tutmasa, qiyamət günü Allahın ədalət məhkəməsində cavab verməli olacaq. Ancaq bu kifayət deyil. Kafidir. Doluğun deyil, kamildir, natamamdır. Tamam oruc odur ki, insanın bütün əzaları oruc olsun. İnsanın təfəkküründən tutmuş, qəlbinin istəklərinə qədər. Yəni biri var, insan oruç tutur, yemək istəyinə qarşı mübarizə aparır. Elə adamlar da var ki, oruç tuturlar, oruç tutmağı məhrumiyyət kimi qəbul etmirlər. Onlar mübarizə aparmırlar, onlar mənəviyyət yığırlar, qapı açılıb onların üzərinə. İmam Zeynul Abidin əleyhissalam Ramazan ayı bitəndə çox yanıqlı şəkildə, yəni tarixdə elə qeyd olunub ki, onu kifayət qədər dolğun çatdırmaq çətindir. Əzizini itirmiş bir adam kimi, ayrılığa düçar olmuş bir adam kimi hönkürürmüş ki, bərəkət, rəhmət ayı əlimdən çıxdı. Ancaq bizdə qəribə bir sevinç hissi olur ki, başlayacaq yeməyə. Bu günah deyil, lakin o oruc hara, bu oruc hara. İstənilən halda oruç tutmuş hər bir şəxsin əməli dəyərlidir, kifayət qədər dəyərlidir. Allah Teala özü mükafatını verəcək. Yəni oruç tutmaq o əməllərdəndir ki, orada riyakarlıq təxminən mümkün deyil. İndi bir nəfər məsələn niyyətini xarab edir, o başqa. Lakin bir nəfər oruç tutubsa, mümkündür bizə görə yeməsin. Amma gedib gizlində ki, yeyə bilər. Həqiqətən oruç tutubsa, o Allah xatirinə tutub. Yəni kiməsə görə tutmur. Çünki kiməsə görə tutsa, həmin kimə görə yeməz, sonra gedər gizlin bir yerdə yeyər, özünü zahirən oruç göstərər. O oruç deyil. Kim oruç tutubsa və Allah xatirinə oruç tutubsa, yəni niyə görə bunu vurğuluyuram, altını xət çəkərək altına vurğuluyuram, Ramazan ayında arıqlamaq naminə oruç tutmazlar. Ramazan məqsəd arıqlamaq üçün oldu. Və yaxud tibbi baxımdan xeyirdir, ona görə oruç tuturam, bu da oruç deyil. Bunlar onsuz da olacaq. Oruç tutan adam onsuz da tibbi baxımdan faydasını əldə edəcək, onsuz da arıqlayacaq az çox. Ramazan ayında orucu tutarlar Allah xətrinə. Allah əmr edib, itaat edib oruç tuturam. O cümlədən də bütün ibadətlər Allah xətrinə. Bəli, bütün ibadətlər olduğu kimi Ramazan ayının orucu da Allah xətrinə olmalı. Gözəl sözə vurğuladınız ki, biz iftar vaxtı sevinirik ki, bəzi insanlar da sevinir ki, artıq iftar vaxtı çatı təyyam edəcəm. Ancaq bir gözəl alimdən bir söz eşitmişəm ki, iftar zamanı sevinmək, o dərəcədə sevinmək. Ona görə ki, hələ sizin tutduğunuz orucun Allah dərgahında qəbul olunub olunmaması hələ sual altındadır. Ona görə də bir məhəbbət, bir qorxu və ümidlə, qorxu və ümid arasında iftar açdığımız zaman olmalıyıq. Bəli. Lakin bu, üzr istəyirəm, o alimin sözü biraz mənəvi baxımdan yuxarı təbəqənin. O bayaq dediniz irfani məsələdə. Bəli, əxlaqi irfani məsələdə. Çünki 16-17 saat aç susuz qalmış insanın orqanizminin yemək su tələb etməsi. Bu təbii prosesdir. Yəni, mən əgər arif deyiləmsə, övliya deyiləmsə, yəni, bir nəfər uzun illər can qoyub ibadət yolunda və elə bir məqama çatıb ki, yeməmək onun üçün yeməkdən daha asandır. Yəni, necə ki, biz yeməyəndə əziyyət çəkirik, o yeyəndə əziyyət çəkir. Mümkündür belə bir məqam olsun. Lakin bizim təbəqədən olan insanlar üçün, bəli, iftar vaxtı o yeməyin gəlişini gözləmək özü də bir ibadətdir, bilirsinizmi niyə? Yəni, bu insan Allah icazə vermir deyə, heç bir maddi mənfəət gütmədən, heç bir belə deyək, güc strukturunun tələbi olmadan, heç bir dünyəvi fayda gütmədən məhz Allah icazə vermir deyə 16 saat bu acıdır. Və indi Allah icazə verib. Artıq bu sevinir ki, bu günü uğurla başa çatdırdım.
Allah icazə verməzdən öncə yemədim, içmədim. Bu özü bir məqamdır. Yəni bu məqamı biz kütlədən ala bilmərik. Yəni burada biz belə danışırıq, o demək deyil ki, bizim ali məqamımız var, əstəğfurullah. Xeyr, öyle bizdə iftar vaxtı sevinirik. Biz də Ramazan bayramı gələndə sevinirik. Bu təbii prosesdir. Bəli, indi o elə bir veriliş ola ki, biz götürək, kitablardan oxuyaq, danışaq, ariflərin orucundan, o da başqa mövzudur. Mən dediyim məsələ o ariflərə bağlı. Ali məqama mən onu o cür aiddir, başa bəli. düşməmişdim. Elə bilirdim ki, elə bizə də aid olar. İnşallah o gün olar ki, biz də o qədər inkişaf edərik ki, o sözlər bizə də aid olar. İnşallah, inşallah. İnşallah. Hacı, çox sağ olun bu gözəl fikirlərinizə görə. Çox təşəkkür edirəm sizə. İstərdim verilişimizin bu arasında tamaşaçılarımız ki, hər zaman gözləyirlər musiqini, gözləyirlər necə ki, ilahi söhbətləri, o cümlədən də musiqiləri, o şeirləri istərdim ki, gözəl şairimizdən, cavan şairimizdən və eyni zamanda cavan xanəndəmizdən, Aslan Naşiqdən, Zeynal Əhmədovdan bir gözəl şeir, musiqi mümkünsə tamaşaçılarımıza əlmağan edərdik. İslam əhli sevinir, gəldi mübarək Ramazan. İslam əhli sevinir, gəldi mübarək Ramazan. Gəlişinlə üzümüz güldü mübarək Ramazan. Gəlişinlə üzümüz güldü mübarək Ramazan. Elə aydır Ramazan, 11 ayın sultanıdır. Necə mömindir bu ayda özün insan tanıdır. Bəndələr tutsun oruz, Allahın öz fərmanıdır. Kərəmi, lütfü müfəssəldir mübarək Ramazan. İslam əhli sevinir, gəldi mübarək Ramazan. Ramazanda qohumu, əqrabanı yad edəsən, fəqirin, kimsəsizin könlün alıb şad edəsən, necə müdhiş bir əməl yoxsula imdad edəsən, görələr dağda yetən əldir mübarək Ramazan. İslam əhli sevinir, gəldi mübarək Ramazan. Xəlqini gəlməklə şeytan aparır. Xəlqini gəlməklə şeytan aparır. O pəri çöhrə nədəndir ki, bəs iman aparır. Ey kəman qaşlı məni yar elədi qəmzən oxan. Ey kəman qaşlı məni yar elədi qəmzən oxan. Zülfünü baş yaramayan koyma məni qana qanlarım. Ərşidən aləmə rəhmət gecəsi nur ələnər. Gecənin zülməti aydınlıq ilə şölələnər. O gecə yer üzünə Həzrəti Cəbrail enər. Nuru rəhmət dolu məşəldir mübarək Ramazan. İslam əhli sevinir, gəldi mübarək Ramazan. Çalış aslan, bu
bu ayın qədrini bil, Qur'an oxu. Çalış aslan, bu ayın qədrini bil, Qur'an oxu. Səni hey alsa nişan, yan keçəcək şeytan oxu. Necə məkr eyləsin o zəncirə bağlanmış axı, onun hər şərrinə əngəldir mübarək Ramazan. İslam əhli sevinir, gəldi mübarək Ramazan. Gəlişinlə üzümüz güldü mübarək Ramazan. Zahidon zülfü der rüxsarını gördüğüde dedi Zahidon zülfü der rüxsarını gördüğüde dedi O hündü beçedir mektebe Kur'an aparan Kimse kim giymeye meydanı mehabbette kefen Kimse kim giymeye meydanı mehabbette kefen Onu menşur yazan Menşere yürüyen aparın Kimse kim giymeye meydanı mehabbette kefen Onu menşuk yazan meşere yürüyen aparın Çekmeyen seyyidin namensebi meyhane sarın Çeşmeyen seyyidin mezhebi meyhane sarın Kaferiyen Kabe aran Hans Müslüman aparın Çox sağ olun bu gözəl ifaya görə. Allah səsinizə, nəfəsinizə qüvvət versin. Allah bu mübarək Ramazan ayının fəzilətindən bir nəsib etməsin sizlərə. Çox sağ olun. Verilişin baş sponsoru Dəfnə Şirniyyat evi. Dəfnə Şirniyyat evi olaraq sizləri salamlayır. Ad günü, toy və nişan mərasiminizdə bizim dadlı və keyfiyyətli şirniyyatlarımızdan dada bilərsiniz. Şəhərimizdə 3 ünvanda yerləşən Dəfnə Şirniyyat evində retro, Evro, həmçinin şərq şirniyyatları və digər çeşidlərimizlə xidmətinizdəyik. Məhsullarımızın keyfiyyət və halallığına tam zəmanət verilir. Dəfnə Şirniyyat evi, xoşbəxt edən dad. Diqqət, diqqət! Ramazan ayı münasibəti ilə Nuray House MTK-dan sərfəli kredit təklifi, İnditək şəxsiyyət vəsiqəsi ilə ilkin ödəniş 10.000 manat olmaqla 48-55 aylıq faizsiz kreditlə Xırdalan şəhəri mərkəzində hazır binada mənzil sahibi olmağa tələsin. Ünvan Xırdalan şəhəri Heydər Əliyev prospekti 263.
Hacı, istərdim növbəti sualımıza aydınlıq gətirərdik. Ramazan ayı oruç tutan insanları mənəvi toxluğa gətirib çıxaran bir aydır. Mənəvi toxluq deyəndə ilk növbədə nə düşünürsünüz? Bir qısa süjetimiz var, izləyərdik, ondan sonra buna aydınlıq gətirərdik. Ramazan şahre Daxilən adamlar var ki, varlıdır, toxdur. Amma o qədər varlı adamlar var ki, yoxsuldur onlar. Ona görə ki, mənlə açdılar. Onlar vermə, aldı, almadı, çoxlu imarətləri olsa belə açdılar. Bax, bu mənada biz oruçlu olmalıdır. Ona görə ki, biz bilməliyik ki, məsələn, mənlə toxluğu nə deməkdir? Mənəvi toxluq deyəndə insan birinci növbədə deməli o müqəddəs olan oruc ayında ondan əlavə də hər bir vaxt insan elə eləməlidir ki, elə yaşamalıdır ki, heç kimə mənəvi zərər toxunmasın onun tərəfindən. Elə yaşamalıdır ki, cəmiyyətdə müsbət qarşılansın. Mənlə bir rahat olsun Rəbbim, sənə şükür, mən nəsə bir elədim bu ayda, sənin qulluğunda durdum, sənin dediyi gibi mən yerinə yetirdim. Əlbəttə ki, biz ömrümüz boyu qulluğunda dursaq, Allahın genə azı. Bir-birinə əl tutmalıdır, gəlib qoymaq, rəbələr bir-birinə yaxın olmalıdır. Bizim bu millət bir-birinə çox yaxın olsunlar, bir-birinə can kömək eləsinlər, bir-birini başa düşsünlər. Ramazan şahre Hacı, dinimizin buna münasibəti necə idi? Mümkünsə buna aydınlıq gətirərdik. Öncə mən təşəkkür etmək istəyirəm həm şair qardaşımıza, həm də qardaşımıza. Allah razı olsun. Mənəvi toxluq elə Azərbaycan dilində deyilən gözü toxluqdur. İnsan mənlə tox olanda həris olmaz, tamahgir olmaz. Və bu tamah bütün sahələrə sirayət edir. Yəni, kiminin yeməyə tamahı var, kiminin pul qazanmağa tamahı var, kiminin başqa sahələrə, cəmaət arasında möhtərəm tanınmaq kimi tamahı var. Mənlə tox olan insan bütün bu sahələrdə gözü tox olur. Bu gözü toxluq da iki formadadır. Bəzən insan gözü toxdur və buna görə mənfi xarakterə malikdir. Quran-ı Kərimdə Ələq surəsində buyurulur ki, Allah Teala buyurur ki, bilirsiniz siz insanlar nə üçün günaha düşar olursunuz, tüğyan edirsiniz, çünki özünüzü ehtiyatsız görürsünüz. Pulun var, vəzifən var, gücün var, Allah nəyimə lazımdır ki? Sanki qüdrət sahibiyəm. Bu problem ki var, Allah nəyimə gərəkdir, bu həm də niyyətlərin bir qismini bəlli edir. Deməli, bizə Allah adətən nə zaman lazım olur? Ehtiyac duyduğumuzda, müsibətə düşar olduğumuzda və bu çox pisdir. Əsil mömin, əsil bəndə, biraz mömin deyəndə, sanki xalqımızın digər kütlələri, insanların, ümmətin, insanların digər kütlələri istisna olunur. Belə deyil. Mömin olduq olmadıq, hamımız Allah yaradıb. Mömin olduq olmadıq, hamımız Allaha cavab verəcəyik. Mömin olduq olmadıq, hamımız insanlıq vəzifəsinə yəni, layiq görülmüşük. Bundan qaçış yoxdur. Ona görə də insan deyək, təkcə mömin yox, insan deyək. İnsan gərək hər bir halda Allah Teala ilə bağlı olsun. Çünki heç bir vaxt Allah Teala insandan qırılmır ki, insan vəziyyəti yaxşı olanda Allahdan qırılsın, pis olanda Allahı tapınsın. Musa Aleyhisselama, qüdsi hədislərdə var, Allah Teala Musa Aleyhisselama buyurur ki, ya Musa, mən həmişə sənin Rəbbinəm, dayağınam, ya hərdən sənin Rəbbin dayağın oluram. Musa Aleyhisselam deyir ki, Pərverdigara, sən həmişə mənim Rəbbimsən. Deyir, ya Musa, və siz niyə hərdən birdən mənim qulum olursunuz? Niyə ehtiyac duyduğunuzda mənim varlığımı görürsünüz, başqa vaxtlarda sanki mən yox imişəm kimi rəftar edirsiniz?
Sanki mən sizin dünyanızda yox imişəm, məişətinizdə yox imişəm, rəftarınızda yox imişəm. Biz axı Allah Taalanı və onun qanunlarını belə bölmüşük. Görsən, məsciddə biz Allahın qanunu varlığını qəbul edirik, ancaq ticarətdə xeyr. Ticarətdə özümüzü biz zirək hesab edirik və pusquda dayanmışıq. Hardan necə mənfəət əldə edək və kimsə bizə desə ki, Allah buna icazə vermir, onun üçün də cavab hazırlamışıq. Ya qəzəbləndiyimiz zaman Allaha rahatlıqla unuduruq, çox təəssüf. Və ya bir hərislik baş verən zaman Allahı çox rahatlıqla unuduruq. Ona görə də Allah Taalanın bizə verdiyi azadlıqdan, ixtiyardan istifadə edirik. Sanki Allahı, estəğfirullah belə demək mümkünsə, salmışıq bir həbsxanaya, zindana. Lazım olanda o zindandan çıxarırıq. Mənim ehtiyacım var Allaha. Lazım olmadıqda yenə də salırıq o məhbəsə. Bu, əlbəttə, məcazi anlamdadır. Allah Taala bizə elə hakimdir ki, biz onun ixtiyarındayıq, o bizim yox. İkinci gözü toxluq isə çox müsbətdir. O nədir? O budur ki, insan gözünü, qəlbini, ruhunu tox tutur. Kimin pulu var, yoxdur, bu insana maraqlı deyil. Kimin vəziyyəti yaxşıdır, bu insana maraqlı deyil. Bu insana vəziyyəti pis olanlar maraqlıdır, yardım eləmək üçün. Yaxşılar, imarət sahibləri, vəzifə sahibləri, kaş məndə olaydı kimi arzular bu insanda yoxdur. Ya bugün mən bunu qazanıram, bunu kimsə əlimdən alır, var qüvvəmi sərf edeyim ki, məndə olsun, onda olmasın, bu yoxdur. Baxın, siz Əhl-i Beyt əleyhissalamın həyat tərzinə baxın, bircə dəfə görməzsiniz ki, onların həyatında maddi mənfəətə görə, şəxsi marağa görə kiməsə qarşı mübarizə olsun. Asanlıqla bağışlayırdılar. Əlbəttə, bu o demək deyil, biz gedək başqalarının haqqını tapdıyaq və onlardan gözləyək ki, sən də ol Əli əleyhissalam kimi haqqından keç. Xeyr. Hər kəsin öz vəzifəsi var. Təəssüf ki, cəmiyyətimizdə belə bir problem var. Hər kəs başqasının vəzifələrini bilir. Kişidir, qadının hüquqlarını yaxşı bilir, sən mənə qarşı necə olmalısan. Qadındır, kişinin hüquqlarını yaxşı öyrənir ki, qadına qarşı necə olmalıdır. Valideyndir, övladın hüquqlarını yaxşı bilir. Südümü sənə halal etmərəm, zəhmətimi sənə halal etmərəm, ağ valideyn olarsan, övladdır, valideyn hüquqlarını yaxşı bilir. Sən məni evləndirməlisən, sən mənim üçün şərait yaratmalısan, sən mənə düzgün tərbiyə verməlisən. Təəssüf ki, hamı digərinin hüququnu öyrənir və çox təəssüf və çox ağrıdıcı haldır ki, bu qanunlara baxışımızı da mənfəət baxımından istifadə üçün hazırlayırıq. Və bu çox pisdir. Amma gözü tox insanlar, ona görə dedim, gözü tox insanlara Ramazan ayı mənfi təsir eləmir. Yəni onlar onsuz da ki, onlar toxdur. Bildiyimiz kimi bir ifadə var, son zamanlar yaranıb, bəli, ki, bəs Ramazan ayını təbrik edirik bir-birimizə. Bəzilərini qıcıqlandırır bu ki, hələ bayram olmayıb ki. Sanki Ramazan ancaq bayram vaxtıdır, Ramazan. Mən tam əksinə deyərdim ki, əgər bu ay Allah Taala tərəfindən bizə vacib olunubsa, belə deyim də, bu obrazlı şəkildə alınmasın, əsl həqiqət budur. Yəni, bu ay yeganə aydır ki, 24 saat Allah bizə baxır. Bir ay müddətində. Biz ki, daim orucuq, deməli, hər saniyə ibadət halındayıq. Nəfəslərimiz savab, yatmağımız savab. Hədis var Rəsulullahdan sallallahu aleyhi və aleyhi. Nə qədər ki, günah etmirsiniz, savab yazılır Ramazan ayında. Bu o deməkdir ki, daim Allah Taala bizə rəhmət nəzəri ilə baxır. Digər aylarda var ki, namaz halında buyururlar ki, namazı biraz uzadın. Əlbəttə, təklikdə namazdan söhbət gedir. Cəmaət namazını qısaltmaq savabdır. Namazı biraz uzadın, çünki Allah Taala namazın əvvəlindən sonuna qədər bəndəsinə rəhmət nəzəri ilə baxır. Amma Ramazan ayı elə aydır ki, 24 saat Allah adama nəzəri ilə baxır. Yəni, bu ruh ki, Allah daim mənə baxır, bu bayramdır. Çox gözəl. Hadi, bildiyimiz kimi bizə vacib əməllər, kifayət qədər Allah bizə vacib əməllər buyurur. Məsələn, namaz dedikdə, insan Quran-ı Kərimdə də elə özü buyurur ki, Allah Taala ki,
namaz qılın ki, çirkinliklərdən çəkinəsiniz. Məsələn, həcci bizə vacib buyurur. Həccin mahiyyətində bir o da var ki, yəni tövbə edəsiniz, günahlarınızın qarşısında bir tövbə edəsiniz. Bəs Ramazan aya gəldikdə, ümumiyyətlə Ramazan ayına bağlı Allah bizə nə buyurur? Allah bunu bizə tövsiyə etməklə, bu Ramazan ayını bizə bəxş etməklə nə demək istəyir? Yəni, nə olasınız, nə edəsiniz? Oruç tutun ki, nə olsun? Nə məqsəddir, belə deyək. Belə, bəli. Əvvəl o ayəni biraz dəqiqləşdirək. Allah Teala buyurur ki, İnna salata tənha anil fəhşay vəl münkər. Namaz şübhəsiz insanı çirkinliklərdən nəhy edir, yəni çəkindirir. Yəni namaz qılırsan, deyirsən məni düz yola çək. Allah Teala deyirsən məni düz yola çək. Yaxşı, sən səy göstər, mən səni çəkim düz yola. Sən deyirsən məni çək bu tərəfə, dart bu tərəfə, özün o tərəfə gedirsən. Bu istəyə oxşamır. İstəyiriksə hidayət olmaq gərək öz bacardığımızı edək ki, bacarmadığımızı Allah Teala etsin bizim üçün. Yoxsa mən oturmuşam, istəyirəm, bunun anlamı yoxdur. Bəli, Allah Teala bizi çəkindirmək istəyir, pisliklərdən təmizləmək istəyir. Ramazan ayında nə istəyir? Ramazan ayında bu dini təlimatlardan oxuduqdan sonra gəldiyim qənaətdir. Ramazan ayında Allah Teala bizə hüccəti tamamlayır. Digər aylarda Allah Teala buyurur, məsələn, içki içmə. Bizim sözümüz budur ki, mən bacarmaram. Allah Teala sanki bizə buyurur ki, yalan danışırsan. Elə belə kobud. Buyurur, sən yalan danışırsan. Sən istəsən, nəinki içkini, suyu da içməzsən. Ramazan ayında, yayın içisində 17 saat su içmirsən. Bəs deyirsən, bacarmaram. Deyir ki, məsələn, donuz əti yemə. Deyir ki, yox, çox ləzzətlidir, yemək istəyirəm. Bacarmıram, tərk edə bilmirəm. Deyir, yalan danışırsan. Lazım olsa sən 17 saat halalları belə yemirsən. Allah Teala bizə sübut edir ki, sizin gücünüz var, özünüzü aldatmayın. İstəsəniz, bacararsınız. Belə deyək, riyazi hesablamalarla deyək. Biz bu il Ramazan ayında hər gün 16-17 saat arası nəfsimizlə mübarizə aparırıq. Yəni, gözümüzün qabağında oruç tutmayanlar gedirlər, sərin içkilərdən içirlər, yeməklər yeyirlər, siqaret çəkirlər. Biz Allah naminə etmirik bunları. Ən azından il boyu 16-17 saat günah etməyə bilərik ya yox. O bir hissən Allah bağışlayır. Ev yox, iftardan sonra günah edək. Demirəm, halaldır, estağfurullah. Yəni bizim bütün bəhanələrimiz əlimizdən çıxır. Özümüzü aldatmayaq da. Aldatmayaq özümüzü. Yaxşı, Allaha deyək ki, ilahi, madam ki, sən mənə Ramazan ayında sübut elədin ki, 16 saat halallardan belə çəkinə bilərəm, bundan sonra mən il boyu gündə 16 saat haramlardan çəkinəcəm. Bu, böyük bir uğurdur 16 saat günah etməmək. Allah Teala bizdən bunu istəyir. Allah Teala Ramazan ayında bizdən 2 istiqamətdə əməl istəyir. Hətta 3 istiqamətdə. 1. Allah Teala buyurur, mənim sözümə qulaq as. Mənim dediklərim elə. Yəni, mənimlə münasibəti tarazla. Bunun içinə daxil oruç tutmaq, namazlar, Qədir gecələrində ibadətlər, Quran oxumaqlar və s. və ilə axır. İkincisi, özünü aldatma, bacararsan. Özünlə münasibəti düzəlt. Bil ki, bacarırsan. Üçüncüsü, insanlarla münasibəti düzəlt. Varlı kasıblığından asılı olmayaraq hər kəsə iftar vermək savabdır. Bəzən deyilir ki, o qədər ət yeyə bilməyənlər var, yemək yeyə bilməyənlər var, onlara aparıb Ramazan ayında baş çəkmək, qocalar evinə baş çəkmək çox gözəldir, yetimxanalara baş çəkmək çox gözəldir. Mən buradan bizi dinləyən o məsul şəxslərdən xahiş edirəm. Kimlərsə gəlsə qocalar evinə, yetimxanalara baş çəkməyə manislik törətməsinlər. Qoy gəlsin bunlar, o qocaların könlünü alsınlar, o yetimlərin başına sığal çəksinlər. Ya məsələn, var elə xəstəxanalar var ki, görsən, naqis, şikəst qüsurlu uşaqlardır, ağıldan qüsurlu, fiziki qüsurlu. Onlara baş çəkəndə, nələrsə gətirəndə rədd etməsinlər, bu savabları qoy cəmaat qazana bilsin və oradakıların da qoy könlü alınsın.
Bunlar hamısı çox gözəldir. Bəzən biz elə başa düşürük ki, bəli, bunlara iftar vermək savabdır yalnız, bunlara xidmət göstərmək savabdır. Məsələn, mənim bu qonşum ki, hər gün yemək yeyə bilir, daha ona iftar versəm savabı deyil. Bu yanlış fikirdir. Bu yanlış fikirdir. Quran-ı Kərimdə mütləq formada yazılıb ki, insanlara çörək verənlər, yemək verənlər, sözün bütün anlamlarında, biri üçün iş düzəldirsən, çörək verirsən, birinə faktik olaraq çörək verirsən, yemək verirsən, iftar verirsən, çox gözəldir, çox savabdır. Hətta Quran-ı Kərimdə yazır Müddəssir surəsindəki cəhənnəm əhlindən soruşdular, niyə cəhənnəmə düşdünüz? Gətirdikləri səbəblərdən, dəlillərdən biri budur ki, biz miskinlərə yemək vermədik. Yemək tapa bilməyənlərə yemək vermədik. Bu dərəcədə önəmlidir yemək vermək. İftar süfrələri, mümkün qədər çalışmalıyıq, evdə iftar süfrələrini verək, nəinki restoranlarda, kafelərdə. O da lazımdır. Bir nəfərə 50-60 nəfərə yemək verirsə, evdə verə bilməz təbii ki. Lakin o xırda iftarları evdə edək. Niyə? O bərəkət evə gəlsin. O Ramazan ayının bərəkəti evimizə daxil olsun. Övladlarımız görsün, əhl-əyalımız görsün ki, Ramazan ayında biz möminləri, müsəlmanları, qonum-qonşunu yığıb dini məclis verdik. Çox sağ olacaq. Allah bizi Ramazan ayının bərəkətindən amanda qoymasın. Allah bizi ruzilərimizi bol etsin, bizə Amin, imkan, amin. fürsət yaratsın ki, biz də elə hər birimiz, bütün insan, gücümüz müqabilində iftar edə bilək, Amin. qonaq qəbul edə bilək. Çox sağ olun. Siz sağ olun. Gözəl sənətkarlarımız, növbə yenə sizdədir. İstərdik sizdən yenə də bir musiqi, bir şey dinləyərdik. Sizi görürəm, vəhdətiniz çox gözəl alınır. Bəzən hacı olur ki, vəhdət alınmır, amma qardaşlarda maşallah olsun, bu vəhdət çox gözəl alındı. Buyurun, dinləyərdik sizi. Namaz eşqin yoludur, Haqqa ibadətdir namaz. Namaz eşqin yoludur, Haqqa ibadətdir namaz. Bizə Allah buyuran əmrə itaətdir namaz. Bizə Allah buyuran əmrə itaətdir namaz. Namaz ən üstün əməl, axirət azuqəsidir. Uca Rəbbin yer üzündə açılan süfrəsidir. Rəsulallahın o son töhfəsi, son xütbəsidir. Dedi möhkəm qoruyun, çünki əmanətdir namaz. Namaz eşqin yoludur, Haqqa ibadətdir namaz. Sən elə qıl ki namaz, sanki həyatın sonudur. Xuşu halında olarkən özün insan unudur. Qapılır Allahına, kim namazın vurğunudur. Ona dünyada və iqbalda şəfaətdir namaz. Namaz eşqin yoludur, Haqqa ibadətdir namaz. Ey hurvey ki əksir xuyam sağərimdə dünyər. Kövsər zülaliye badeyi can pərverimdə dünyər. İskəndərəmmi zülmətə xızır olan rəvan. Ab-ı həyat ləl-i ləbin dilbərimdədir. Əgər azan səsini duysan uzaq olsa belə,
Əgər azan səsini duysan uzaq olsa belə, işini təxirə sal, Allah ilə söhbət elə. Onu vaxtında çalış qıl, savabın vermə yelə. Axı Allahla olan əhdə sədaqətdir namaz. Namaz eşqin yoludur, haqqa ibadətdir namaz. Namazı verdi Xuda eylə təkəbbürlüyü xar. Mənəm Allah dedi təqvalı olan kəslərə yar. Onu dinin sütunu, möminə nur verdi qərar. Dedi bayraqdır o, İslamdan əlamətdir namaz. Namaz eşqin yoludur, haqqa ibadətdir namaz. Namaz aslan bunu bil, çarədir hər bir dərdə. Uzun et səzdələri, şeytanı qoy dərd sərdə. Onun haqqındadır ilk sorğu sual məhşərdə. Dua et qəbul olav, təkcə kifayətdir namaz. Dua et qəbul olav, təkcə kifayətdir namaz. Namaz eşqin yoludur, haqqa ibadətdir namaz. Bizə Allah buyuran əmrə itaətdir namaz. Sirri dəhanı məndən eşitkim bu nüqtənin təlif olan kitabiləri əzbərimdə dünyər. On qamşi zülfiqar vuran zəxri mülkiyyər. On qamşi zülfiqar vuran zəxri mülkiyyər. Cibril tək əsəri şəhbərimdədir. Dildən məhaldır ki, edə intiqam Seyyid bu bir əvəzdir ki, öz o əlimdədir canım. Çox sağ olun bu gözəl ifaya görə. Allah səsinizə, nəfəsinizə qüvvət versin. Allah bu mübarək Ramazan ayının fəzilətindən bir nəsib etməsin sizlərə. Çox sağ olun. Belə deyirlər ki, oruç tutan adam bəzi məqamlarda kör, bəzi məqamlarda lal, bəzi məqamlarda isə kar olmalıdır. Sizcə bunu necə düşürürük? Bu necə olmalıdır? Bir qısa süjetimiz var, yenə izləyək, ondan sonra aydınlıq gətirəcək inşallah. Ramazan Yəni önəmli olan ixlasdır ibadətimizdəki bizim, yəni əsas odur ki, səmimi qəlblə tutaq orucumuzu, fərq eləmir bir xurma ilə belə və çalışmalıyıq ki, süfrəmizdə çox insanlar toplaşsın və bərəkətimiz daha da bol olsun. Yəni süfrədə nemətin maddi olaraq önəmi yoxdur, əsas mənəviyyatın bol olmasıdır. Bir xurma su bəs eləyər məncə, israfçılığa önəmi yoxdur. Bursa bizim millətdə adətdir bu. Ayrıca məsələn yas olanda da insanlarımız bütün süfrədə hər şeyi doldururlar, sonra da onun altını çəkirlər. Ondansa bir dənə xurma bəs eləyər məncə. Bir var bir adam oruç yeyəsən, bir var 20 adam, 10 adam oruç yeyəsən. Əlbəttə bunun suabı Allaha çox böyük gedər. Müsəlmanlar bir-birinə yaxın olar. Uşaqlarımız, ailələrimiz bir-birini tanışırlar. Orucluğu biz indi eləyirik. Amma heyif ki, o biraz gec başa düşdük ki, orucluğu eləmək lazımdır. İndi dərs deyirəm universitetdə, dərs deyə görürəm ki, tələbələr, çoxsu tələbələr bunu eləyirlər və xoş gəlir. Şad olurum ki, bunu eləyirlər.
Ramazan Hacı, biz sorğu apardığımız anlarda da bəlkə siz çox gözəl qeyd etdiniz ki, insanlar doğrudan da Ramazan ayına bağlı çox məlumatlıdırlar. Və bəzi insanlar da hazırdılar və onlar gözləyirlər sanki bir bu ayın səbirsizliklə, ehtiyac duyurlar bu aya. Doğrudan da qəlbən bu ayda insanların paklaşmasını özləri üçün bir fürsət ayı hesab edənlər də var. Biz onları hamısı əyanı sürətdə müşahidə etdik, gördük. Deyilənlərdən bu müxtəlif bayaq dediyim kimi insanların fikridir. Bəs dilimizin münasibəti, dilimizin fikri necədir buna? Böyük din alimlərindən birinin çox gözəl bir sözü var Ramazan ayı barəsində. Buyurur ki, Ramazan ayı 11 ayın içində cəhənnəmin içindəki cənnət kimidir. Cənnət necə ki, mənəviyyat doludur, ancaq yolu cəhənnəmdən keçir. Ramazan ayda belə bir mövqeydədir. Dünyanın biraz bu söhbəti biraz aparaq, nisbətən də olsa əxlaqi irfani məsələlərə. Deyirlər, dünya yarandığı gündən bəri Allah Teala dünyaya rəhmət nəzəri ilə baxmayıb. Və hədislərdə var ki, Allah Teala buyurur, əgər mənim dünyaya zərrə qədər rəğbətim, hörmətim olsaydı, bir damcı qədər. Bu dünyadan düşmənlərimə damcı qədər də verməzdim. Amma biz tarixə baxırıq, dünya adətən Allahın düşmənlərinin ixtiyarında olub. Buradan biz hesabımızı götürməliyik. Ramazan ayının əhəmiyyəti nədir? Ramazan ayı insanı uzaqlaşdırır dünyadan. İnsanı uzaqlaşdırır dünya pərəstlikdən. Hətta dünyaya nə qədər insan bağlı olur olsun, elə insanlar var da, məsələn, dini dəyərlər, milli mənəvi dəyərlər onun üçün əhəmiyyətli deyil, maraqlı deyil. Onlar hətta Ramazan ayında oruç tutmaqla qəribə bir yüngüllük hiss edirlər. Axı bu fitrətdir. Bu fitrət, insanın fitrəti, biraz elmi söz olmasın, fitrət yəni bizim xəmirimiz, mayamız. Bizim mayamız tövhidlə yoğrulub. Quran-ı Kərimin Rum surəsinin 30-cu ayəsində Allah Teala buyurur ki, mən İslam dinini, Quran-ı Kərimi və insanın fitrətini eyni mayadan düzəltmişəm. Fitrətəllah əlləti fətərən-nəsə aləyhə. Bu din ilahi bir fitrətdir, hansı ki, insanları bu fitrət üzərində kökləmişəm. İnsan nə qədər dünya pərəst olur olsun, o fitrəti məhv olmur. Üstünü toz basır. Lakin kül altındakı kösöv kimi həmişə az da olsa öz istiliyini saxlayır. Bu kimi aylarda, Ramazan ayı kimi aylarda, orucluq aylarında sanki o kösöv biraz alovlanır, az da olsa qığılcımlar görünür və insan az da olsa qayıdır öz fitrətinə, öz mənliyinə, özünə və yüngüllük hiss edir, rahatlıq hiss edir. Kimliyindən asılı olmayaraq Ramazan ayı bitəndən sonra hamı İmam Zeynalabdin Əleyhisselam kimi olmasa da, lakin görürsünüz, hamının qəlbində az-çox peşmançılıq hissi olur ki, niyə qurtardı, niyə bitdi? Çünki özünə qayıtmışdı, ana qucağına qayıtmışdı, o əlindən çıxır. Sanki dilini bir lal etmişdi, gözünü bir kör etmişdi. Bəli, o həm mənəvi baxımdan oruç tutaraq, bunu çox gözəl vurğuladınız. Kimliyindən asılı olmayaraq, kim oruç tutur tutsun, az da olsa naməhrəmə baxışını qısaldır. Az da olsa dilinə hakim çıxır. Az da olsa qulağını mənfi səslərdən qoruyur. Kimisi tamamilə qoruyur, kimisi az. Belə deyək də, Ramazan ayı bizi götürür bu dünya cəhənnəmindən, az da olsa cənnəti daddırır. Və bu, nemətə görə Allah Teala'ya nə qədər şükür etsək azdır. Bilmirəm, bu iman duyğusunu Allah Teala necə aşılayır insanlara ki, dindar olub olmamasından asılı olmayaraq, hamı Ramazan ayında dindar olur. Hamı mənəvi olur. Hətta o adamlar ki, görürsən, oruç tutmayıblar, oruçdan adamın yanında yemək yemirlər, nəsə içmirlər ki, ayıbdır. Bu avra var.
Və bu çox gözəldir. Allah bunu daha da qüvvətləndirsin. Bunu arzulayırıq inşallah. Hacı, və sonda istərdim ki, öz töhfənizi, öz ürəyinizdən gələn bir xalqımız üçün bir mübarək Ramazan ayının hal-hazırdakı yaşayırıq. Bu Ramazanda ürəyinizdə daxilən nə bir tövsiyeniz varsa buyurardınız xalqımız üçün. Mən dua edirəm ki, Allah Teala xüsusilə bizim xalqın, ümumiyyətlə bütün İslam ümmətinin, ümumiyyətlə bəşəriyyətin təfəkküründən, həyatından, məişətindən, siyasətindən bu bəlaları, bu çəkişmələri, bu qara buludları uzaq eləsin. Allah Teala bütün işğal olunmuş torpaqları, xüsusilə işğal olunmuş müsəlman torpaqlarını, müsəlman izzətini, müsəlman mədəniyyətini, İslamın o mənəvi dəyərlərini, o dəyərləri yaşadan insanları Allah Teala bəlalardan qorusun. Və bir arzum da var, Əleyhisselam bir hədisində var ki, Peyğəmbər salavatullah Ramazan ayının fəzilətlərindən danışdı. Bitirəndə Əleyhisselam bir sual verir. Ya Resulallah, bu ayın bəs ən fəzilətli əməli nədir? Mən o Resulullahın cavabını özümə və istəyənlərə arzulayıram. Peyğəmbərimiz buyurdu ki, bu ayın ən fəzilətli əməli ən azından bircə günahı tərk etməkdir. Yəni, hər Ramazan ayında bizə bir töhfə qalsa, bir günahı həmin Ramazan ayında qoyub keçsək, bu kifayət qədər böyük uğurdur və Allah Teala bunu bizə nəsib eləsin. Amin. Və sizin də verilişinizə səmimi qəlbdən uğurlar arzulayıram, uzun ömür arzulayıram. Çünki bu bayaq dediyimiz o mənəvi toxluq belə verilişlərlə, belə təbliğatlarla əmələ gəlir. Çox sağ olun. Allah sağ olasın ki, sizin kimi dəyərli insanlar da gəlib bu verilişi biraz da dəyərə qaldırırlar. Allah razı olsun. Əziz qardaşlarım, ürəyinizdə qalacaq bir söz varsa buyurun. Mən də öz növbəmdə dərin minnətdarlığımı bildirirəm ki, bu gözəl dəyərli verilişə mənə dəvət elədiniz. Doğrudan da Hacı qeyd elədiyi kimi, verilişin adından göründüyü kimi, mənəvi saatda həqiqətən biz mənəvi rahatlıq tapdıq, mənəvi qida əldə etdik. Belə, buna görə də sizin verilişinizə Hacının sözü təkrar olmasın, uzun ömürlülük, davamlılıq arzulayıram. Ki, belə verilişlərimizin sayı çoxalsın və dəyərli ruhanilərimizlə də dəyərli tamaşaçılarımız həqiqətən mənəvi qidalana bilsinlər. Çox sağ olun. Çox sağ olun Hacı, bizi dəvət etdiyiniz üçün öz təşəkkürümüzü bildiririk. Biz Hacı ilə də həm söhbət olduq. Allah razı olsun. Gözəl kəlamların, sözlərini dinlədik. Allah sizləri var eləsin. Sizin bu verilişiniz daim uzun ömürlü olsun inşallah. Bizə imkanımız olana gələ iştirak edirik. Allah razı olsun cümləmizdən inşallah. Əziz və hörmətli tamaşaçılarımız, artıq bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Verilişin baş sponsoru Dəfnə Şirniyyat evi. Dəfnə Şirniyyat evi olaraq sizləri salamlayırıq. Ad günü, toy və nişan mərasiminizdə bizim dadlı və keyfiyyətli şirniyyatlarımızdan dada bilərsiniz. Şəhərimizə 3 ünvanda yerləşən Dəfnə Şirniyyat evində retro, evro, həmçinin şərq şirniyyatları və digər çeşidlərimizlə xidmətinizdəyik. Məhsullarımızın keyfiyyət və halallığına tam zəmanət verilir. Dəfnə Şirniyyat evi, xoşbəxt edən dad. Diqqət, diqqət! Ramazan ayı münasibəti ilə Nuray House MTK-dan sərfəli kredit təklifi, İnditək şəxsiyyət vəsiqəsi ilə ilkin ödəniş 10.000 manat olmaqla 48-55 aylıq faizsiz kreditlə Xırdalan şəhəri mərkəzində hazır binada mənzil sahibi olmağa tələsin. Ünvan Xırdalan şəhəri Heydər Əliyev prospekti 263.